Salam uşaqlar. Bugün mövzumuz 4-cü sinifdən bir məsələ həllinə baxacağıq. Məsələdə belə deyir: idman zalında 25 qız və bundan 2 dəfə çox oğlan var. Müəllim şagirdləri 15 nəfərlik qruplara bölərsə neçə qrup yaranır? Variantları verib və məsələni verib. Məsələni oxuduq. İndi sizə necə yazacağımızı göstərəcəyəm. Deməli belə. Baxın uşaqlar. Nə deyir burada? Deyir ki, idman zalında 25 dənə qız var. 25-dən 2 dəfə çox oğlan var. 2 dəfə çox deyirsə bu 50-dir. Yəni 25 qız var. 25 qızdır. 25-in 2 dəfəsi 50 eləyir. 50 dənə də oğlan var. 50 dənə oğlan var. Və müəllim demir ki, 25-i qrupa ayırdı və yaxud da 50-ni qrupa ayırdı. Deyir ki, müəllim bu şagirdləri qrupa ayırdı. Yəni ümumi sayını deyir. Ümumi sayını dediyinə görə biz nə edirik uşaqlar? Təbii ki, 25-in üzərinə gəlirik 50-ni. 25-in də üstünə 50 gələndə eləyəcək 75. 75. Deməli, ümumi 75 dənə uşaq var sinifdə. Sinifdə ümumi 75 dənə uşaq var və 15 nəfərlik qrupa bölünür. Təsəvvür 75-i 15, 15, 15, 15 bölür. Deməli, biz nə edirik? Bunu tapmaq üçün 75-i bölürük 15-ə. 75 də uşaqlar 15-ə böləndə düşəcək deməli 5 dəfə. 5 dəfə. Bunun doğru cavab olub-olmadığını yoxlamaq istəyirsinizsə, deməli 15-i vuracaqsınız 5-ə. 5-i 5-ə vuranda eləyəcək 25. 5 yazacaq 2 yadda. 5-i vuracaq 1-ə eləyəcək 5. Oradakı 2 də gələcək 5-in üzərinə olacaq 7. Yəni 75. Gördüyünüz kimi doğru bir cavab aldıq. Deməli 5 dənə qrupda qrup var. 5 dənə belə eləyim. 5 dənə belə qrupları yığım. Gördüyünüz hər birində 15, 15 olmaqla yazırıq 15, 15, 15, 15. Əgər bölmə əməlini yaza bilmirsiniz, tapa bilmirsinizsə, siz bu halda belə toplayaraqdan eləyib saya bilərsiniz. Məsəl üçün 15 75-ə çatana qədər toplaya da 15-i üst-üstə gələ də 75-ə çatana qədər qruplar şəklində yaza bilərsiniz. İndi biz 5 dənə qrupa ayırdıq. Gördüyünüz kimi bizim cavabımız nədir? 5. Yəni 5 dənə qrup oldu və hər qrupda da 15 şagird oldu. Ümumi də 75 uşaq var. Cavabımız D variantıdır.